videoda sizə Taşmet metodu ilə şagirdlərimizə hesablama mərhələlərinin necə öyrədildiyini əyani olaraq göstərəcəyik. İlkin mərhələdə şagirdlərə rəqəmlərin üzərində uyğun sayda nöqtələr qoymaq öyrədilir. Birin nöqtələrini qoy. Birin nöqtələrini qoydun. Aferin sənə. Nöqtələrini düzgün saxlasın. Bravo sənə. Dördün nöqtələrini qoy. Dördün nöqtələrini qoydun. Bravo sənə. Daha sonra isə həmin nöqtələrdən istifadə edərək alt-alta hesablama bacarığı üzərində çalışılır. 3 üstə gəl 2 hesabla. 3 3 dedələ 2 3 1 3 Növbəti mərhələdə nöqtələr tədricən geri çəkilir və həmin nöqtələr təsəvvürdə canlandırılaraq hesablama bacarığı üzərində çalışılır. Daha sonra isə şagirdlərə tək rəqəmli, 2 rəqəmli və 3 rəqəmli ədədlərin toplanması və çıxılması sırayla öyrədilir. Misalları hesablamağa başla. Mikail, sen bütün misalları doğru hesapladın. Süpersen. Bu bacarıq formalaşdıqdan sonra daha mürəkkəb səviyyəyə keçid edilir. Belə ki, şagirdlərə kağız və qələmdən istifadə etmədən hesablama bacarığı öyrədilir. 22 üstə gəl 43. 65. 65 doğru cavabdır. Aferin sənə. 122 üstə gəlsin 47. 169. 169 doğru cavabdır. Aferin sənə. Quzum 222 üstə gəl 6. 228. Doğru cavab verirsən. 148 üstə gəlsin 12. 160. Doğru cavab verirsən. Hesablama bacarığı tam mənimsənildikdən, yəni vərdişə çevrildikdən sonra şagirdlərə vurma və bölmə bacarıqlarını da öyrətmək mümkündür. Hesablamağa başla. 6, 12, 18, 24, 30, 32, 36, 42. 9, 18, 27, 36, 45, 54, 63. 8, 16, 24, 38, 40. 5, 10, 15, 20, 25, 30, 35, 40, 45. 3, 6, 9, 12, 15, 18, 21. Bu əməllərin öyrədilməsi üçün şagirdlər ilk olaraq bütün rəqəmləri ritmik saymağı öyrənirlər. Daha sonra isə taçmet nöqtələrinə uyğun olaraq vurma və bölmə əməllərini icra edirlər. 3 vur 9 necə eləyir? 27. Düzgün cevap verdin, aferin sənə. Çox qəşəng. Baxırsan sən mənə süpersən, əllərində düzgün saxlamısan, aferin sənə. 4 vur 4 necə eləyir? 16. Düzgün cevap verdin, süpersən, aferin sənə. Bəs 6 vur 5 necə eləyir? 30. Düzgün cevap verdin, aferin sənə. Dərslərimizdə şagirdlərimizin sosiallaşması və taçmetlə hesablama bacarıqlarının möhkəmləndirilməsi üçün kiçik yarışlar da təşkil olunur. Uşaqlar, Bəli. yarışmağa başlayın, baxaq görək kim qalib gələcək? Yaşa. Yox. Yuhu. Zıp. Yapamadım. Kim kazandı? Ben. Təbriklər oğlum. Çox qəşəng oynadınız, süpersən. Çok sağ ol. Qeyd etmək istərdim ki, taçmet metodunun effektivliyi elmi əsaslarla sübut olunmuşdur. Bu metod əsasında təlim almış bir çox şagirdimiz beynəlxalq olimpiyadalarda ölkəmizi layiqincə təmsil etmişlər. Şagirdimiz Ərhan da İngiltərə və Birləşmiş Ərəb Əmirliklərində təşkil olunmuş riyaziyyat olimpiyadalarında ölkəmizi təmsil etmiş və bürünc medallarla təltif olunmuşdur.